Mən günah edirəm. Allah nəinki məni cəzalandırmır, mənim nimətimi daha da çoxaldır. Bəzi insanlar belə insanlara ola bilər rast gəlibsiz. Günah elədikcə maddi nimətlər başından tökülür. İmkanatı geniş olur. Maşını var idi, digər bir maşını alır və yaxud da satır, ondan bahalısını alır. Evi var idi, ikinci bir evi alır. Getdikcə imkan. Baxmayaraq ki, zalimdir, zülm edir, günah edir, onun haqqını tapdalayır, bunun haqqını tapdalayır, amma imkanatı günü-gündən çoxalır. Buna deyirlər istidrac. İstidracın da əzabı həddindən artıq çoxdur. Bəzən bəla nemətdir ki, kaş elə mən günah eləyəndə Allah Taala həmin anda məni cəzalandırsın. Amma mənə icazə verirsə, mənə möhlət verirsə, mənim nimətimi artırırsa mənası budur ki, məni giriftar eləyir bu nimətlərə. Heç mən fürsət tapa bilmirəm ki, tövbə edim. İnsanlardan halallıq alım, ölüm gəlib yaxalayır, haqqınnasla daxil oluram qəbrə, bərzəx aləminə və bərzəxin cəhənnəminə gedirəm.